Salam dəyərli dostlar, xoş gördük sizləri. Telegram kanalında Nizami Gəncəvinin İskəndərnamə əsərinə aid test tapşırığı paylaşmışdıq. Həmin o test tapşırığının izahına baxaq. İskəndərnamə əsərinə aid fikirlərdən neçəsi yanlışdır? Birinci suala baxaq, birinci maddəyə daha doğrusu. İskəndər gözəl məsləhətin qılıncdan iti olduğunu deyir və alimlərdən nəsihətnamə yazmasını xahiş edir. İskəndər alimlərdən nəsihətnamə yazmasını xahiş eləyir. Çətin vəziyyətə düşəndə həmin nəsihətnamələri də oxuyur. Nəsihətnaməni yazanda Əristu, Əflatun və Sokrat olur. Amma gözəl məsləhətin qılıncdan iti olduğunu İskəndər yox, İskəndərin müəllimi olan Niqumaş deyir. Ona görə fikrin ikinci hissəsi doğru olsa da birinci hissəsi yanlışdır. Bir yanlış olacaqdır. Bizdən də yanlışların sayını istədiyi üçün biri götürəcəyik. 2-yə baxırıq. İskəndər zəncilərin hədsiz qoşunu olduğunu biləndə qorxsa da, vəhşi zəncilər İskəndərdən və qoşundan çəkinmir. Demək, bu fikir də yanlışdır. Demək, İskəndər zəncilərin hədsiz qoşunu olduğunu biləndə düzdür, qorxur, çəkinir. Amma sonradan vəhşi zəncilər də İskəndər və onun qoşunundan çəkinməyə başlayır. İndi orada bəzi proseslər baş verir. Həmin o proseslər ixtisardadır, verilməyibdir, orijinalda var. Sadəcə həmin hissədə göstərilib ki, İskəndərin dəniz kimi coşub gələn qoşundan qorxmağa başlayır. Ona görə 2 də yanlışdır. Burada deyir çəkinmir. İskəndərlə görüşən vəhşilər burada bunlardan başqa heç kimin yaşamadığını və su içmədiklərini deyir. Su içmədiklərini ifadə edir, amma onunla səhrada görüşən vəhşilər burada onlardan başqa digər vəhşilərin də yaşadığı, hətta buradan xeyli uzaqda ağdərili insanların da yaşadığını deyir. Amma budur ki, ancaq burada vəhşilərin özü yaşayır, heç kim yaşamır. Ona görə 3 yanlış olacaqdır. İskəndər Beytül-Müqəddəsi zalım zənci qoşundan qurtardıqdan sonra məğrib tərəfə 6 ay yol alır. Beytül-Müqəddəsdəki, yəni Qüds şəhərindəki o döyüşdən sonra məğrib tərəfə 6 ay yol alması doğrudur. Amma Beytül-Müqəddəsi zalım zənci qoşundan xilas eləmir. Misiri zalım zənci qoşundan xilas eləyir. O məclislərin birində olanda Misirdən ona pənah gətirirlər və İskəndərin ilk yürüyüşü olur orada və Misiri zalım zənci padşahı Pələngəridən xilas edir, onun yürüşlərinə xilas edir. Burada Beytül-Müqəddəsi dediyi üçün 4 də yanlışdır. Rumlu katib İskəndərin anasına yazdığı məktubda ona yaz saxlasa, şərt nəticə tipli fikirlər də yazır. 5 doğru olacaqdır dostlar, ona görə 5-i götürməyəcəyik. İskəndər Rumlu katib vasitəsilə anasına məktub yazır. Məktubunda deyir ki, əgər mənə yaz saxlama, əgər yaz saxlamaq istəsən, o zaman bütün deməli dərdli insanları, yəni itkisi olan insanları bir məclisə yığ və orada kimin dərdi yoxdursa, o məclisdəki o təyyamlardan dadsın. Əgər kimsə dadarsa, yəni kimsə dərdi yoxdursa, dadarsa, o zaman ağlayarsan. Amma heç kim dadmazsa, ağlamazsan. Bununla onu ifadə etmək istəyir ki, yəni hər kəsin dərdi var, hər kəsin itkisi var. Bu dünyada heç kim əbədi deyil, qalmayacaqdır. Yəni ölənin arxasınca ağlamağın bir mənası yoxdur. Fikirlərdən neçəsinin yanlış olduğunu deyir. Doğru cavab D variantı olacaqdır. Yəni 4-ü testimizin doğru cavabı da D olacaqdır. Növbəti izahlarda görüşərik dostlar. Salamat qalın.